Hanımlar ve canablar, Tanrı, demokratiya sevənləri, qabil sevənləri bərxudar və bəxtiyar eyləsin. İlham Əliyevi sevənlərin isə bəxtini xiyar eyləsin. Dəyərli həmvətənlərim, bir neçə vacib xəbəri deyəcəm burada, sonra keçəcəm canlı yayıma. Bugün, sabah və bu günlərdə mənim bəzi videolarım ortada olmur. Hətta kanalıma girirsiniz, haqsızlığa susma 19 və 20. Videolarım yoxdur, təzə videolarım. Yayım yasağı qoyublar. Bəzi videolarım senzuradan keçirilir, yayım yasağı qoyur onlara. İlham Əliyev qoydurur. Ona görə sizlərdən xahiş edirəm. Mən indən sonra vacib xəbərləri 10 dəqiqəlik YouTube kanalında açacağım. YouTube kanalında. TikTok platforması Əliyevin korrupsiyasına bulaşıbdır. 10 dəqiqəlik YouTube kanalında videolar açacağım. Vacib xəbərlər deyəcəm. Haqsızlığa susmadı YouTube kanalımızın da adı. Bundan başqa Qalib Media, Rafna və digər qabili paylaşan sosial şəbəkələrdə o cümlədən İngilis qızı Cabil Mamadov Facebook kanalında vacib xəbərlərimi çatdıracağım. Mən görürəm bəzi videolarım Azərbaycanda yayım yasağı qoyulub, bütün ölkələrdə o videolar görünür, bir neçə ölkə əsas da Azərbaycanda görünmür. Ona görə dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, o platformalarda da məni axtarın, vacib dəhşətli xəbərlərdən sizi xəbərdar edim. Görün İlham Əliyev bizdən necə köpək kimi qorxur. Deməli bu birinci, ikinci xəbərim. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Erdoğan gedir. Erdoğanın dalından İlham gedir. O boyda. Türkiye, böyük Türkiye artık meydandadır. İnqilab devridir orada, çevriliş devridir orada. O bir çevrilişdir. Bir neçə gün, bir neçə həftə çəkər. Hər halda Türkiye'de inqilabın uzanması dünya güclərinə sərf eləmir belə bir ərəfədə. Türkiye Avropa Birliği'ne girməlidir, ancaq Erdoğansız. Erdoğan gedir, İlham Əliyev də prinsipə qoşub dalından aparacaq. Nəzərə alın ki, mayın 1-nə qədər Gürcüstan müxalifəti də nə bahasına olur olsun İvanaşvili hakimiyyətini devirməlidir. Sizdən tək istədiyim nədir? Elçibey dönəmindən dünyanın tanıdığı və xalqın bir qisminin tanıdığı bir salamat qalan Əli Kərimlidir. Xalq cəbhəsidir. Az da olsa, çox da olsa, qane eləsə də, eləməsə də müxalifət kimi odur. Və sizdən bir xahişim var. Mən Azərbaycana gələn kimi bilirəm hansı gücdən gələcəm, nə inəyəcəyəm. Mən onu bilirəm. Ancaq sizdən bir xahişim var. Mən gələnə kimi, vəziyyəti düzəldənə kimi, Azərbaycanda, inqilab devrində, tribunada, Əli Kərimlinin yanında yörəsində, başda İsa Qəmbər olmaqdan, Arif Hacılı olmaqdan, bir dənə avtobus müxalifəti də orada yer almamalıdır. Tribunada bir dənə dindar, dini şuar səsləndirən yer almamalıdır. Hətta tribunada yox, meydanda da dini şuarlar səsləndirilənlər olmamalıdır. Kim dini şuar səsləndirəcəksə meydanda, dindarlar olsun qardaş tamsı. Amma biz dini hökumət qurmuruq. Dini siyasətə alət eləmirik. Qanun budur. Dini şuar səsləndirən, tribunada Əli Kərimlinin yanına çıxmaq istəyən, başda İsa Qəmbər olmaqdan, hamısını başını aşağı eləyirsiniz, tokkasını açırsınız, şalvarını aşağı eləyirsiniz, Rusun G hərfi formasına salırsınız, arkasından da fırlanıp hamısı rədd eləyirsiniz. Bəsdir daha, doyduq biz bu qoca köpəklərdən. Yeni gənclərin idarəçiliyində bir hakimiyyət quracağıq, Avropaya, Amerikaya bağlı. Dünyanın bütün qərb dəyərlərini, mən sizə dindar hökumət qurmayacağım. Mən Almaniyanı Azərbaycana daşıyacağım. Elə bir devlet quracağıq ki, İngilislər, Almanlar, Fransızlar bizim ölkədə oturum almaq üçün növbəyə duracaq. Daha biz Ermənistanda pusat nə qədər adam Azərbaycanlı oturum almaq üçün növbəyə durub bilirsinizmi? Gürcüstanda 70 min aşağı keçmir. Azərbaycanlı vətəndaşlıq almaq üçün, oturum almaq üçün növbəyə durub. Ne tera bu, necə dövlətdir bu? Onun tərkibinə yarısı kubik tozu qatıb camaatın mədə altı bəzi bağırsaq hərçəng eləyirlər. Artıq 19-20 yaşında uşaqlar hamısı ürəyində stentdən gəzir. Ay qardaş, qurtarmaq lazımdır. Ya məhv olmalıyıq, ya da ki
güclü bir, ləzzətli bir demokratik cəmiyyət qurmalıyıq. Qutardı getdi. Dedim ha, dini şuar səsləndirən və avtobus müxalifəti Əli Kərimin yanında nə də meydanda olmamalıdır. Vəssalam. Hamısını el adam olarsa məhv eləyin. Yəni elə məhv eləyin deyəndə meydandan çıxardın da, onu demək istəyirəm. Bütün dini təriqətlərə saygım sonsuzdur, amma heç vaxtı din siyasətə alət olmamalıdır. Dəyərli vətənlərim, bu arada Amerikada vəziyyət gərgindir. Trump yenə Təhsil Nazirliyini ləğv elədi. Mərkəzi Kəşfiyyat İdarəsində atışma oldu. Çinlə savaşa hazırlaşırlar. Hələ bilinmir nə edirlər. Mən sizə hər zaman dediyim sözü yenə deyirəm. Trump aprel-may ayında ya istədiyimizi eləyəcək, ya da Trump aprel-may ayını o üzə salamat, çətin keçməyəcək. 2 ay. İnşallah istədiyimizi eləyəcək. Hələ ki görünən odur. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, çox dəhşətli bir xəbər də verim sizə. Sərhəd qoşunları çəkildi geri. Laçın, Qubadlı, Zəngilan, o istiqamətlərdən sərhəd qoşunları dururdu orada, sərhədimizdə. Artıq sərhəd qoşunları geri çəkildi. İran sərhədinə, Qubadlıya daimi yaşayış məntəqəsinə çəkildi və ora Müdafiə Nazirliyinin ordu birləşmələri və təxribat qrupları girdi. Artıq bu sərhəd qoşunlarının geri çəkilməsi, Müdafiə Nazirliyinin qoşun bölmələrinin birləşmələrin oraya yeridilməsi, bu yaxın vaxtlarda olacaq bir savaşdan və təxribatdan xəbər verir. Dəyərli vətənlərim, dəyərli soydaşlarım. Və bu köçürülmə 5 gün bundan qabaq başlayıb, bugün gün orta saatlarında bitibdir. Mən sizə Azərbaycanın şərəfli bir zabiti kimi, ermənilərin başına pul qoyduğu bir zabit kimi mən sizə deyirəm, Azərbaycanımızın, xalqımızın tək düşməni var. Tək düşməni var. Nə Ermənistan, nə Ruslar, nə Farslar bizim Əliyevlər qədər düşmənimiz deyil. Azərbaycanın tək bir düşməni var, Əliyevlər. O Qarabağdakı oyunlarda, o Xocalı soyqırımıda, o 20 yanvarda hamısı Heydər Əliyevin istəyi ilə çağırışıyla olubdu. Hakimiyyətə gəlmək üçün Rusiya dağılmasın deyə. Yəni keçmiş SSR-dən gedir söhbət. Dəyərli vətənlər, ona görə məndən sizə deməkdir, özünüz, əzizləriniz savaşa girməsin. Hələ dünyanın tanıdığı xəritələri ayaqlayıb keçməsin. Xalqımızı, şəhərlərimizi, mülki insanlarımızı, 20 min hərbiçimizi təhlükəyə atacağıq. Hətta müstəqilliyimizi təhlükəyə atacağıq. Əliyevlər getə-getdə bizi vandal, işğalçı, xalq kimi göstərəcək. Haqlı ikən haqsız duruma düşəcək. Bax deyirəm sizə. İlham Əliyevin indiyə kimi etdiyini cəhənnəmə, yola vermək olar. Amma indən sonrası hamısı devlətimizi uçuruma aparacaq. Qarabağda azad zad olmayıbdır. Qarabağa bilirsiniz ki 180 manada 72 ölkəyə vizasız getdiyiniz halda Qarabağa daxili portal viza deməkdir. Viza ilə gedirsiniz. Və Qarabağa 180 manat verib gedirsiniz, 20 manatda yol pulu, 200 manata gedib gəlirsiniz. Qarabağda nə bir dənə pomidor şitili, xiyar şitili, bir dənə ispanaq, çüyüt belə səpbəyə icazə var. Bax, bircə dəstə səpə bilməzsən, yığa bilməzsən. Nə arı aparmağa ixtiyar var. Arının yeşiyi 1 manat, yekə yeşiyi 2 manat. Quzunun biri 1 manat, qoyun 2 manat, dana 3 manat, inək 5 manat. Qardaşlar, bir dənə toyuq belə saxlamağa icazə vermirlər. Vəssalam, Qarabağ Şamiyanın o biri bacısı oğlunun əlindən birbaşa Şamiyanın elə nəvəsinin əlinə keçdi. Hələ aldığımız informasiyalara görə öz dayısından törəyəndir bu İlham Əliyev. Heydər Əliyev Şamiyan içi piyan olub satanikin öz bacısından yaxın olubdu və Heydər Əliyev doğulub, İlham Əliyev doğulubdu. Bütün əziz vətənlərim, ona görə Heydər Əliyev 2 dəfə ağladığını görmüşəm. Daha doğrusu 3 dəfə. 1, 86-cı ildə səhv eləmirəmsə Heydər Əliyevin Stepan Şamiyanın heykəli önündə. 2, Elçi bəyin məzarında, daha doğrusu tabutunun qabağında. 3-cü, öz arvadı yarı erməni olan Zərifənin tabutunun qabağında. 3 dəfə
Heydər Əliyev ağlayan görmüşəm. Gəlin canlı yayıma yaxşı xəbərlər